Dünyada möhtəşəm tikililərdən biri də Hindistanda olan Tac Mahaldır. Bəs bu abidənin, bu tikilinin tarixçəsini bilirsiniz? Şahzadə Xürrəm Böyük Moğol İmperiyasının hökmdarlarından olan Sultan Cahangirin oğlu idi. Şahzadə Xürrəmin ən yaxın dostu atası Sultan Cahangirin baş vəziri olan Asəfxan idi. Bundan əlavə Şahzadə Xürrəmin həmin vəzirin qızı olan Banubəyim də gözü var idi. Və buna görə də elçilik edir və vəzir də öz qızını Şahzadə Xürrəmə ərə verir. Beləliklə Şahzadə ilə vəzir həm yaxın dost, həm də qaynata kürəkən olurlar. Bunu da qeyd etmək yerinə düşər ki, Şahzadə Xürrəm Banubəyimi sevdiyi kimi, vəzirin qızı həmin Banubəyim də Şahzadəni sevirdi. Onlar ailə qurandan sonra Şahzadə Xürrəmi Sultan Cahangir, yəni oğlu Şahzadə Xürrəmi ailəsi ilə birgə başqa vilayətə hökmdarlıq eləməyə göndərir, orada vali kimi, əmir kimi fəaliyyət göstərir və bir xeyli uzun müddət orada qalıb hökmdarlıq eləyir, valilik eləyir Şahzadə Xürrəm, ta ki 1628-ci ildə ona bir xəbər, bir məktub çatır ki, bəs atan Sultan Cahangir öldü. Beləliklə Şahzadə Xürrəm atasının ölüm xəbərini alar-almaz paytaxt olan Aqra şəhərinə üz tutur ki, taxtac məsələsini həll etsin. Çünki Şahzadə Xürrəm özü sultan olmaq istəyirdi. Lakin Sultan Cahangir ölsə də baş vəzir Asəfxan ki, həm Şahzadə Xürrəmin əvvəldən dostu, həm də onun qaynatası idi, artıq sarayda məsələni həll etmiş və Şahzadə Xürrəmin gəlməyini gözləyirdi. Və Şahzadə Xürrəm demək olar ki, heç bir maneəsiz gəlib Aqra şəhərində sultan olaraq taxta oturdu. Və bundan sonra özünün adını dəyişdirərək Cahanşah ləqəbini özünə götürdü. Yəni Sultan Cahanşah. Taxta oturandan sonra öz xanımı Banubəyimi də Aqra şəhərinə gətirdir və ona da bir Mumtaz Mahal ləqəbini verir. Mumtaz Mahal, yəni mahalın ən üstünü, birinci xanım mənası bir sözlə. Lakin bundan sonra onlar birgə cəmi 4 il Aqra şəhərində yaşaya bilirlər. Çünki 1632-ci ildə 39 yaşında olan Banubəyim, yəni Mumtaz Mahal, uşaq dünyaya gətirdiyi zaman vəfat edir. Lakin vəfat etməmişdən öncə Sultan Cahanşaha, yəni ərinə, onun qəbri üzərində böyük bir məqbərə ucaltmasını istəyir. Beləliklə 1632-ci ildə Tac Mahal adlanan bu tikilinin fundamenti qoyulur. Mumtaz Mahal, yəni Banubəyim xanım, birinci 6 ay Sərdabədə saxlanılır. Ondan sonra Tac Mahalın həyəti ki düzəlmişdi, həyətdə basdırırlar, dəfn eləyirlər və Tac Mahalın içi də düzələndən sonra onu orada dəfn eləyiblər. Bunu da qeyd etmək yerinə düşər ki, Tac Mahal abidəsi 10 il və 20 min insanın, ustanın və fəhlənin işləməsi müqabilində başa gəlib. Bundan əlavə Sultan Cahanşah da dünyasını dəyişəndə vəsiyyət edir ki, onu da öz xanımı, yəni Banubəyim xanımın yanında Tac Mahalın içində dəfn eləsinlər.